Nəfəsindən qoxu gəlir, qurdu ola bilərmi? Ola bilər. Yəni qurdun qurd xəstəliyi bilirsiniz ki, təbii sularla çox təsirlidir. Daha yeni doktor deyəcək indi. Arada Samir doktor dedi, ondan eşitdim. Samirə doktor. Samirə doktor. Samir doktor dedi. Elə Samir də doktordur. Ağızdan pis qoxunun gəlməsi ola bilər ağız boşluğunda xəstəliklərdən, diş ətinin xəstəliyində, dişin özünün problemlərində və yaxud da ki, boğazda artıq ət, tonzillaların, badamcıqların iltihabında, irinləməsində, göbələk xəstəliyi olanda, bu ağız boşluğu və yaxud bunlarda deyilsə heç nə problem, bronxların xəstəliklərində, ağciyərin xəstəliklərində, ağciyərdə irinlik kavern olur, 2 metrdən adam Allah göstərməsin, elə bilirsən üfunət nə dərəcədə olur. Bunlar da sağlamdırsa keçirsən aşağıya, mədə turşuluğu çox olanda, mədənin problemləri, helikobakter olanda və yaxud oradan keçirsən sağ tərəfə öd kisəsinin xəstəliklərində, öd kisəsinin diskineziyasında birdən öd gəlir, ödün ətri məsafədən insanlar da vurur, özünə də pis gəlir, acılıq verir. Oradan düşürsən aşağı, bağırsaqların disbakteriozu deyilən bir bağırsaq çöpləri normal olmur, həzm normal getmir. Oradan da yenə pis qoxu qalxır yuxarı və o ağızdan gələ bilir. Ona görə də və yaxud da qəbizliyi olan adamlarda, köp olan adamlarda, turşuluq olan adamlarda da bu iyi qoxu gələ bilər. O mütləq səbəbi Samir bəy bilinməlidir, kökü bilinməlidir, bu qoxuyu verən nədir? Ancaq belə kobud bir kömək kimi deyirəm, hər ehtimala qarşı cibinizdə qərənfil gəzdirin. Müxək də? Müxək. Qərənfil desən, gedib qərənfil gibi gəzdirin. Elə mən də ona görə baxdım. Müxək qurusu, onu cibinizdə saxlayın, 2 dənəsini qoyun ağzınızda dursun. O ağızda olan qoxunu həmin anda xeyli müddət... Əgər qurt yoxdursa? Yox, qurt var, yox, qurda dəxli yoxdur onun da. Ağızdan gələn qoxudan danışırıq biz. İndi o heç qurd sualı verən qoyur. Heç qurd olan o qədər adam var, ağzına qoxu gəlmir. Onda gərək 95% adamın ağzına, 85% adamın ağzına qoxu gəlir. 85% adamda qurd var. Çox böyük bir faizdə qurd var. Heç bilməyirik. Doktor, nə qədər çəkir bunların müalicəsi təbii üsullarla? Qurdun müalicəsində bizdə çox qısa, 3-4 gün ərzində. Əvvəlcədən məsləhətləşdirib gözləyirsə 3 gün, gözləmirsə 1 gün rejim gözləyir, 3 gündə də qurd xəstəliklərini təmin edir.